Ər-Rəhman surəsində və xalaqal insana min salsalin kal-fəxxar. Allah insanı gildən, torpaqdan yaratdı. İnsan saxsı qab kimidir. Kal-fəxxar. İnsan saxsı qab kimidir nə deməkdir? Haqqımız yoxdur bu Quran ayəsinin bugün bayram günü başa düşər. Hə? Nə deməkdir saxsı qab? Axı bir şeyi digərinə bənzədəndə gərək ortada oxşar nöqtə ola. Düzdür? Deyirsən ki, filankəs ay kimidir. Gərək üzünün nurluğunda oxşarlıq ola da ayla. Gərək oxşarlıq ola, bənzətmək üçün. Filankəs aslandır. Oxşarlıq ola, bənzətmə ola gərək arasında, şücaətində və s. Yaxşı, Allah deyir ki, insan səni və məni bənzədir saxsı qaba. Biz harada saxsı qaba oxşuruq? Ha? Heç bunu sual vermişsiniz özünüzə. İnsanın biri də mən. Mən saxsı qaba haram oxşuyur, nəyim oxşuyur mənim? Çox fikirləşmişəm bu barədə. Axır tapdıq. Allahın izni ilə. Şükürlər olsun Allaha. Gördük ki, saxsı qabda bir xüsusiyyət var. İçində nə olsa qırağa çıxardır. Saxsı qaba bal tök, heç qırağına bal dəyməsin. Birazdan görəcəksən ki, qırağında bal. Biz tərəfdə balıq şorlayarlar saxsı qabda. Görərsən, biraz keçər, görərsən qırağında duz çıxıb. İçində nə var? Qırağa vurur. Budur oxşarlıq, başqa yoxdur oxşarlıq. Heç oxşar. Saxsı qab sınırlı, şüşə də sınırlı. Allah deyərdi, şüşə kimidir. Yox, sınmaq zat deyil, budur. Allah deyəndə ki, insan saxsı qab kimidir, insanın ruhu və batini onun bütün əzalarında özün göstərir. Qırağı görsələr. Mən bir dəfə birinə dedim, indiyə qədər bir adam tanıyırsan ki, körpə uşağın iyindən xoşu gəlməsin. Dedi, yox. Dedim, bilirsən niyə? Çünki o körpənin ətri onun batinində olan ruhunun təmizliyidir. Fitrətinin paklığıdır o. Bax, Allah bizi həmən pak fitrətdə görmək istəyir. O körpə ətrivi heç vaxtı yaddan çıxartma. Çalış o ətrivi qoru saxla. O insanın, bütün insanların, bəşəriyyətin xoşu gələn ətri heç vaxtı unutma. Allah bizə bu gündə həmən ətrə qayıdış nəsib eləsin inşallah.